görünən olur ki, Zəngəzur dəhlizi yaxud TRIP layihəsinə, eləcə də Azərbaycanın müəllifi olduğu digər layihələrə özünün absurd sülh kəsişməsi layihəsi ilə cavab verən erməni tərəfi hər də narahatdır. Revanşistlər rəsmi Bakının dəhlizlə bağlı, xüsusilə Ermənistan ərazisindən keçən hissədə hər hansı nəzarət yoxlama məntəqəsinə lüzum olmadığına dair tələbinə sərt etirazlarını bildirirlər. Yeri gəlmişkən, onları Amerikadakı erməni diasporada hər zaman olduğu kimi dəstəkləyir. Və deyirlər ki, TRIP marşrutunun reallaşması ilə Bakı istədiyini alacaq. Ona görə də Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump indi də ermənilərə verdiyi vədləri yerinə yetirməlidir. Vəssalam. Üstəlik, revanşistlər çıxışlarında Minsk qrupu mexanizminin bərpasına ara sıra işarə vurur və qrupun ləğv edilməsinin qarşısını almağa çalışırlar. Halbuki Qatar artıq gedib, cənablar, və haylar bu istiqamətdə heç nəyə nail ola bilməyəcəklər.